Bugün səhər saatlarından Trump'ın İrana hücumları artıq Amerikada necə qəbul edilir və hansı belə deyək fikirlər səsləndirilir, dəstək edilirmi? Daha sonra Konqresin bununla bağlı hansı addımlar olacaq? İstəyirik ki, elə Amerika Birləşmiş Ştatlarına bağlantı həyata keçirək hazırda. Siyasi şərhçi Əhməd Şahidov bizi gözləyir. Əhməd bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun Nurhan hanım. Hər vaxtınız xeyir olsun. Əhməd bəy, İrana hücumlar, Amerikanın İranın nüvə obyektlərini vurması Amerika Birləşmiş Ştatlarında necə qarşılandı? Hansı belə deyək xəbərlər yazılır, manşetlərdə nələr önə çıxardılar? Çünki biz konqresmenlərin Donald Trump'a qarşı olan o fikirlərini, səsləndirdikləri açıqlamaları çatdırdıq. Orada ümumilikdə hazırda mənzərə nə formadadır? Ben Nurhan Xan, mən də bütün ARD 24 izləyicilərini Washington şəhərindən, Senat binası qarşısından salamlayıram. Təbii ki, ötən gün Prezident Donald Trump'ın İranın nüvə obyektlərinə ABŞ qırıcıları tərəfindən bombardıman edilməsi bütün dünya ictimaiyyətində bir nigarançılığa səbəb oldu. Çünki hələ bu bombardımandan 24 saat əvvəl Donald Trump açıqlama vermişdi ki, diplomatik danışıqlar üçün, diplomatik kanallar üçün hələ də şans var. Amma gözlənilmədən İranın nüvə obyektlərinin ağır bombalarla bombalanması bütün dünyada olduğu kimi ABŞ cəmiyyətində də iki parçalanmaya, fikir parçalanmasına gətirib çıxarır. Çünki ABŞ qanunvericiliyinə görə ABŞ ordusu, Amerika ordusu müharibə elan etməzdən öncə, ümumiyyətlə müharibə elan etməsi Senatın səlahiyyətlərinə daxildir və bu barədə Senat qərar qəbul etməlidir və ABŞ prezidenti sadəcə Ali Başkomandan kimi bu hərbi əməliyyatlara rəhbərlik edə bilərdi. Amma Donald Trump Senatı xəbərdar etmədən, Senatın icazəsi olmadan qəfil İrana bombardıman etmək qərarı verməsi bu ABŞ cəmiyyətində də müəyyən müzakirələrə gətirib çıxarıb. Amma Senatda bilirsiniz ki, ötən il noyabr ayında keçirilmiş seçkilərdən sonra Donald Trump təkcə prezident olaraq qələbə çalmadı. Onun partiyası, Respublikaçılar Partiyası da Senatda böyük çoxluğa malikdilər. Bugün Senatın 53 üzvü Respublikaçılardır, 45 üzvü demokratlardır və 2 bitərəf Senat üzvü var. Yəni bugün bu müharibə ilə bağlı və Donald Trump'ın Senatla məsləhətləşmədən qərar qəbul edilməsi ilə bağlı hətta Senatda belə dinləmələr keçirilsə, Prezident Donald Trump'ın tərəfdarları, yəni Respublikaçılar daha çoxdur. Prezidentin bu qərarına qarşı hər hansı bir veto qərarı çıxmayacaq. Amma müəyyən presidentlər yaranır ki, əgər belə müharibə qərarı varsa və gözlənilmədən Senatın, yəni xalqın fikri olmadan belə qərar verilirsə, gələcəkdə daha böyük müharibələrə ABŞ-ın qatılması mümkündür ki, bu ABŞ vətəndaşlarında narahatlığa səbəb olur. Digər tərəfdən demokratlar bildirirlər ki, İranın bu diplomatik kanallara meyilli olduğu, diplomatik danışıqlara meyilli olduğu bir halda ABŞ-a və onun hərbi hissələrinə, onun maraqlarına, hərbi bazalarına heç bir real təhlükə olmadığı təqdirdə nə üçün ABŞ müharibəyə qatılmaq barədə qərar verir? Bu təbii ki, Trump əleyhinə demokratların qaldırdığı bir narazıçılıq var. Amma ümumən Respublikaçılar bildirirlər ki, ABŞ hər zaman İsrailin yanında olmalıdır və olur. İranın özünü təhlükəsiz hesab etməsi bu yaxın şərqdə İsrailə və ABŞ-ın ümumi maraqlarına qarşı təhdiddir və bu nüvə silahını hər an əldə edə bilər İran və bunu yaxın şərqdə İsrailə, habelə ABŞ-ın hərbi bazalarına qarşı istifadə edə bilər. Təbii ki, bu İranın bombalanmasından sonra ABŞ-ın siyasi dairələrində də müəyyən ehtiyat tədbirlər görülməkdədir. Çünki artıq proses bitib, artıq ABŞ bu müharibəyə belə deyək, qatılıb, İranın nüvə obyektləri bombalanıb. Bundan sonra nə ola bilər? ABŞ özünü bu istiqamətdə qorumaqla bağlı planlar hazırlayır ki, bu ilk növbədə İranın yaxın şərqdə, körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarına mümkün hücumlarıdır ki, buna qarşı ABŞ ordusu artıq indidən hazırlıq görür və digər tərəfdən ötən gün İran parlamentinin Hörmüz boğazını bağlaması ilə bağlı qərarı ABŞ-da və ümumiyyətlə qərb dairələrində ciddi narahatlıq yaradıb ki, əgər Hörmüz boğazı bağlanarsa, bu dünya
neft bazarında, dünya birjalarında neftin, qazın qiymətlərinin 2 dəfəyə artıq bahalaşması deməkdir. Çünki Hörmüz boğazı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt o ölkələrdən ixrac olunan neft və qaz, sulu qaz ehtiyatlarının axını üçün əsas beynəlxalq su tranzitidir. Amma bunu İran üçün fəlakətli nəticələrə gətirib çıxaracağını da qeyd etmək lazımdır. Çünki əgər Hörmüz boğazı bağlanarsa artıq ABŞ, Böyük Britaniya, İsrail İrana qarşı daha dağıdıcı, daha sarsıdıcı addımlar atmaq məcburiyyətində qalacaq. Çünki Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatında, ticarətində böyük bir silkələməyə gətirib çıxaracaq. Digər tərəfdən bu həm də BMT-nin qanunlarının pozulmasıdır. Çünki Hörmüz boğazı İranın mülkü deyil, bu beynəlxalq sulardır, bu beynəlxalq hüquqa ziddir bu boğazın bağlanması. Amma istənilən halda İran özünə qarşı olunan bu hücuma cavab olaraq ABŞ-ı, Qərbi, belə deyə İsraili daha da sərt şəkildə cəzalandırmaq, öz aləmində cəzalandırmaq baxımından Hörmüz boğazının bağlanmasına hazırlanır ki, bu yaxın şərqdə daha böyük eskalasiyaya, daha şiddətli hərbi əməliyyatlara və ABŞ ordusunun da müttəfiqləri ilə, Böyük Britaniya ilə, İsrail ilə birlikdə İrana qarşı daha ağır və sərt addımlar atmasına gətirib çıxaracaq. Ümumi bu narazıçılıq ABŞ vətəndaşları arasında var. Çünki hər bir müharibə ABŞ-ın dövlət büdcəsindən milyardlarla dolların xərclənməsi deməkdir. Bu gündəlik ABŞ vətəndaşlarının sosial həyatında, marketlərdə, bazarlarda, hər yerdə qiymətlərin artması deməkdir. Ümumən vətəndaşlar, xüsusən də demokratlardan olan demokratlara səs vermiş sıravi vətəndaşlar ABŞ-ın heç bir müharibəyə qatılmamalı olduğunu və Trump'ın bu kəskin və sərt addımlarının heç də yaxşı perspektiv vəd eləmədiyini diqqətə bildirirlər. Çünki İranın nə ABŞ-a, nə onun müttəfiqlərinə real təhlükə olmadığını və ABŞ-a və onun hərbi bazalarına real hücum barədə planların olmadığı bir təqdirdə və İranın dəfələrlə diplomatik yollarla bu məsələni həll etməyə hazır olduğu bildirdiyi bir təqdirdə Donald Trump'ın qəfil bu hərbi hücum əməliyyatı, müharibəyə qoşulma barədə qərarı ümumən narazıçılıq yaradır. Amma yenə deyirəm, Amerika cəmiyyəti iki hissəyə bölünüb, demokratlar müharibə əleyhinədirlərsə, respublikaçılar qəti şəkildə Trump'ın bu qərarlarını dəstəkləyirlər. Aydındır. Artıq biz mənzərə bizim üçün aydındır və hazırda gələn məlumatlara görə Fordo tamamilə məhv edilməyib. Hərçənd ki, Trump belə bir tweet atmışdı ki, Fordo məhv oldu. Yəni, Amerika Birləşmiş Ştatları istəyinə nail oldu deyə bilirikmi? Və oradakı, belə deyək, vəziyyət hansı yerdədir? Bundan sonra münaqişənin davam etdirilməsini mi planlayır Amerika Birləşmiş Ştatları? Çünki görünür ki, İran nüvə proqramından əl çəkmək fikrində deyil. Danışıqlar üçün hansısa bir siqnal varmı? Yəni, bir işıq varmı? Yəni İran rəsmiləri artıq bildirirlər ki, əslində yəni ABŞ və onun müttəfiqləri, belə deyək, İsrail İranla bağlı ilkin mərhələdə istəklərinə nail olublar. Yəni İranın artıq bütün hərbi eşalonu, rəhbərliyi neytrallaşdırılıb, sıradan çıxarılıb, nüvə potensialına artıq nüvə potensialını davam elətdirməklə bağlı bütün imkanları darmadağın olub. Hər nə qədər İran rəsmiləri bunu etiraf eləməsələr də İran yaxın bir 50 il ərzində uranın zənginləşdirilməsi ilə bağlı heç bir real addım ata bilməyəcək. Amma müharibə başlayıb deyə və bundan sonra İranın atacağı addımlar da önəmlidir. Əgər İran yaxın şərqdən ABŞ hərbi bazalarına və ya ABŞ-ın ümumən maraqlarına yönəlik hər hansı bir hücumlar həyata keçirərsə, təbii ki, ABŞ özünü müdafiə etmək adı ilə İrana daha sarsıdıcı zərbələr endirə bilər. Yox, əgər İran rəsmiləri danışıqlara hazır olduqlarını və uranın zənginləşdirilməsini dayandırdıqlarını bildirsələr ki, bu İran rəhbərliyi tərəfindən də bugünkü şərtlərdə əsla qəbul edilən deyil, onda danışıqları davam elətdirmək olar. Amma bugünkü şərtlərdə heç bir tərəf belə bir təşəbbüslə çıxış eləməyib və İran qəti şəkildə özünə qarşı olan bu hücuma cavab verəcəyini bildirirsə, görünən odur ki, bu hərbi əməliyyatlar, İrana qarşı hücumlar bundan sonra da davam edəcək. Hələ ki, ABŞ və onun müttəfiqləri gözləmə mövqeyindədirlər ki, və bizdən, sizdən fərqli olaraq onlar düşünürlər ki, İranla bağlı bu hücum öz effektini, öz müsbət nəticəsini verib, İranın bundan sonra da atacağı addımlara
görə ABŞ və onun müttəfiqləri cavab addımları atacaqlar. Aydındır. İran məhz bazaları hədəf alacağını demişdi, amma hələ ki görünür bu gün ərzində sadəcə İsrailə zərbələr endirilib. İran məhz bazaları vurarsa, o zaman Amerika Birləşmiş Ştatlarına yeni hücumlar gözləniləndirmi? Təbii ki, ABŞ-ın yaxın şərqdə, Katarda, Səudiyyə Ərəbistanında, Omanda, Küveytdə hərbi bazalar var. Həmin hərbi bazaların bir qismini artıq boşaldılması ilə bağlı xəbərlər olsa da, amma istənilən halda ABŞ hərbi bazalarına hücumlar qeydə alınarsa, tək ABŞ-ın deyil, ümumiyyətlə ABŞ-ın müttəfiqlərinə hər hansı bir hücumlar qeydə alınarsa, bunun cavabı olacaq, bu qaçılmazdır və digər tərəfdən əgər İran bugün qəbul elədiyi qərara əsasən Hörmüz boğazını bağlayarsa, bu ümumən dünya siyasətində, dünya iqtisadiyyatında, ticarətində böyük silkələnmə deməkdir ki, tək ABŞ və İsrail deyil, elə Əhməd bəy, VS bugün vurğuladı ki, Hörmüzün bağlanması İran üçün bir intihar olar. Necə başa düşək bunu? Yəni əslində İran bunu hələ parlament olaraq qəbul edib qərarı, amma İran Müdafiə Naziri bunu təsdiq eləməlidir. Çünki həqiqətən də bu son pillə deməkdir bu müharibədə. Artıq Hörmüz boğazının bağlanması o deməkdir ki, heç bir şans qalmayıb, elə intihar, sizin də dediyiniz kimi intihar kimi bir qərardır. Çünki Hörmüz boğazının bağlanması baş verərsə, İrana qarşı tək ABŞ və İsrail deyib, bütün körfəz ölkələri, elə müsəlman ölkələri ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt onlar üçün həyati əhəmiyyətdir. Onlar öz dövlət büdcələrini məhz Hörmüz boğazından keçirib satdıqları neft və qaz ehtiyatları hesabına həyata keçirirlər. Bu onların da İrana qarşı bu hərbi koalisiyaya, hərbi əməliyyatlara qoşulması anlamına gəlir. İndi İran rəhbərliyindən hansı qərar çıxacaq onu proqnoz eləmək çətindir. Amma son anda Hörmüz boğazının bağlanması artıq İranın tam şəkildə zərərsizləşdirilməsi üçün düyməyə basılması deməkdir. Aydındır. Çox sağ olun Əhməd bəy. Təşəkkür edirik. Biz məhz Vaşinqtondan canlı bağlantı həyata keçirdik. Amerika Birləşmiş Ştatlarında bu hücumla bağlı nələr danışılır? Eyni zamanda hansı açıqlamalar verilir? Bundan sonra hücumların davam etdiriləcəyi ilə bağlı ehtimal varmı? Hörmüz boğazı bağlanarsa Amerika necə hərəkət edəcək? Ümumiyyətlə Amerikadakı bugünkü mənzərəni nəzərinizə çatdırdıq. İndi isə davam edirik digər xəbərlərin təqdimatı ilə.